Dostlar salam. Dediyim kimi bizim insanların hamımızın beyninə yeridiblər ki, yaxşı xolesterin, pis xolesterin. Yaxşı xolesterin, pis xolesterin yoxdur dostlar. Var xolesterin hansı ki qaraciyərdə istehsal olunur. O deyilən LDL, hansı ki pis xolesterin deyirik, o aşağı sıxlıqlı lipoproteindir. O xolesterin deyil. Bir də var yuxarı sıxlıqlı lipoproteinlər HDL. O da xolesterin deyil. Aşağı sıxlıqlı lipoprotein xolesterini qaraciyərdən götürür, aparır toxumalara. Yuxarı sıxlıqlı lipoprotein xolesterini toxumalardan götürür, gəlir təzədən qaraciyərə və o xolesterin təzədən ödünən xaric olur. Yəni xolesterin bizə lazımlı bir maddədir, lazımlı bir materialdır, tikinti materialıdır. Və mən həmişə ona görə deyirəm ki, statinlər qəbul edib xolesterini aşağı salmaq lazım deyil. LDL yüksəkdir. Gəlin araşdıraq niyə yüksəkdir? Səbəbini aradan qaldıraq. Götürək misal üçün idmançıları. İdmançılar idman eləyir, professional idmançıları. Atletlər idman eləyirlər, əzələlərin enerjiyə ehtiyacı var, xolesterinə ehtiyacı var. Deməli, aşağı sıxlıqlı lipoproteinlər başlayacaq qaraciyərdən xolesterini daşımağa əzələlərə. Nə olacaq? Qanda həmin LDL artacaq. İdmançılara analiz verək, LDL yüksəkdir. Bundan əlavə, götürək təzyiq xəstəsi. Təzyiq zamanı nə olur? Təzyiqin altında damarlar başlayır zədələnməyə. Damarlar zədələnəndə həmin o zədələnmiş hissəyə xolesterin lazımdır ki, oranı yamasın, bərpa eləsin. Onda qaraciyərdən həmin aşağı sıxlıqlı lipoproteinlər xolesterini götürür, başlayır aparmağa damarın həmin zədələnmiş hissəsinə. Deməli, nə olacaq? Həmin LDL, o dırnaq arasında dediyimiz pis xolesterin, əslində o lipoproteinlərdir. Həmin o LDL başlayır qalxmağa. Yəni, çalışırlar ki, o damarları yamasınlar, zədələnmiş hissəsin. Yəni, biz LDL-i aşağı salmalı deyirik, biz təzyiqi müalicə eləməliyik. Amma dərman vasitələri ilə yox. Biz dərman vasitəsilə təzyiqi salırıq aşağı, onda nə olur? Qaraciyər zədələnir. Təzədən LDL məcburdur xolesterini aparsın, elə qaraciyərin zədələnmiş hissələrini yamasın, bərpa eləsin. Təbii yollarla təzyiqi salmalıyıq. Bu aktivlikdir, bu düzgün qidalanmaqdır, pis vərdişlərdən uzaq olmaqdır, siqaretdir, spirtli içkilərdir, bunlardan uzaq olmalıyıq. Və buna görə də LDL-lər bizdə başlayır qalxmağa. Amma biz misal üçün insultun və yaxud da infarktın riskini bilmərik, xüsusi aterogen indeksi var, aterogenlik indeksi. Ona əsasən biz hesablayırıq ki, insult və yaxud da infarkt riskini. Yəni, götürüb statinlər içirik, hamı məqsəd qoyub ki, xolesterini aşağı salmağa. Xolesterini aşağı salmaq lazım deyil. Lazımdır səbəbi aradan qaldırmağa. Adi misal, özdə o xolesterinin qalxmağın bizim yağlı yeməyimizə heç bir dəxlisi yoxdur. Əksinə biz yağlı yemək yeyirik. Mən ona görə hamıya deyirəm ki, misal üçün səhər ac qarnına zeytun yağı için. Zeytun yağı için öd axsın. Öd tez-tez axdıqca qaraciyərdən bağırsağa, onda nə olur? Həmin xolesterin də başlayır oradan yuyulmağa. Mən sadə dildə, yəni el arasında loru dilində deyirəm, izah eləyirəm. Xolesterin ümumiyyətlə bizim orqanizmimizə lazımdır. Həmin o bərpa materialların bərpa eləmək üçün, hormonal, yəni dəyişikliklər zamanı hormonların bərpası üçün. Bəzi insanlar deyir 5.5-dir, yəni xolesterinin norması. Amma bu yaşla əlaqədardır. Təbii ki, cavan adamlarda, yaşlı adamlarda fərqli olacaq. Yaşlı adamlarda 7-8-əcən qalxa bilir. Ona görə, yəni beyninizə salmayın ki, bu mütləq xolesterinimi aşağı salmalıyam. Xolesterini aşağı salmağa ehtiyac yoxdur. Nə də ki, o LDL-ləri, o HDL-ləri, onları aşağı salmağa ehtiyac yoxdur. Səbəbin aradan qalxızmaq lazımdır. Səbəbin, buna görə aktiv olmalıyıq. Kifayət qədər su içməliyik. Yəni, normal 2 litrə yaxın su içməliyik hər gün. Aktivlik, karbohidratlardan uzaq olmalıyıq. Yəni, azaltmalıyıq. Ağ un məmulatların, yəni azaltmalıyıq. Evdə olan o şəkər tozudur, qənddir, bunları yığışdırmalıyıq evdən. Bunları eləməliyik. Nəinki durub LDL-i aşağı salmaq, xolesterini aşağı salmaq. Biz həyat tərzimizi dəyişməliyik. Bu halda sizin xolesterininiz də normaya düşəcək, LDL də, HDL də.
İndi bəzi xəstəliklər var, məsəl üçün ailəvi hiperxolesterinemiya deyirlər, o ayrı məsələdir. Yəni əgər siz dediklərimi eləyirsinizsə və sizin xolesterininiz LDL, HDL, yenə deyirəm, LDL, HDL xolesterin deyil, bu xolesterini daşıyan lipoproteinlərdir. Və bunlar yenə də yüksək qalırsa, deməli başqa problem var, başqa səbəb var. Səbəbsiz heç nə olmur. Mütləq səbəbin araşdırıb tapmaq və səbəbi aradan qalxırsa, sizin LDL-iniz də normada olacaq, HDL də, xolesterin də. 6 dəqiqəyə yerləşdirə bildim qısaca olaraq bu izahımı. Kimin nə sualı varsa, buyurun kommentlərdə yazın, videonu paylaşın, abunə olun, çox sağ olun, minnətdaram.